Qaraqoyunlu ağır bir mahaldır. Sərhədləri daha geniş olub Qaraqoyunlu dövlət zamanı. Qədimliyi canında, qanında, hərəkətlərində yaşadır Qaraqoyunlu dərəsinin sakinləri. Həm qədim bir dövlətçilik ənənəmizi, həm də qanlarında oynayan, dünəndən bu günə yol yoldaşımız olan tarixi gələnəklərə könül qapılarını geniş açıblar. Əmiraslan müəllim bu köhnə yurtda, Gölkənddən sonra ikinci yurtda vətənimiz. Xoş gördük sizi. Sağ olun, xoş gördük. Baxıram, hər şey köhnədir, biraz girişdə yüngül dəyişiklik eləmişsən. Bəli. Nə var, nə yox, necədir? Ailədə, evdə, vəziyyət, dəyişiklik necədir? Sağ olun Abdü müəllim, xoş gəlibsiniz. İlk növbədə sizin televizyonun tamaşaçılarını, başda Qərb Azərbaycanlılar, Qaraqoyunlular, o cümlədə gönc cəmiyyəti olmaq şərti ilə hər birinizi salamlayıram. Sizin televiziya uğurlar arzulayıram. Siz bilirsiniz, biz sizlə çox görüşlərimiz olub, çəkilişlərimiz olub. Qaraqoyunlu dərəsindən, Qaraqoyunlularla, ümumiyyətlə Qərb Azərbaycanlılarla bağlı bəzi silsilə verilişlər çəkmişik. Eyni zamanda da ümumi ab-ı havadan, həyatdan, sudan həmişə danışmışıq. Bugün də çox sağ olun ki, gəlibsiniz, bizi ziyad edibsiniz. Qərb Azərbaycanlıların bir nümayəndəsi olaraq görüşümüzə gəlirsiniz. Mən çox şadam, çox semirəm. Həmişə keyfiniz saz olsun, yaxşı olsun. Şükür Allaha, hər şey yolundadır. Və biz çalışırıq öz vətənimiz, torpağımız üçün müəyyən dərəcədə əlimizdən gələn köməkliyi eləyək və insanlarımızın xoşbəxt, firavan yaşaması üçün müəyyən mənada biz də cəhd göstəririk. Biz də bunun həsrətindəyik. Mən şəxsən Əmiraslan müəllimin atasından xal oğlu yox. Daha doğrusu onun öz əmiləri, qohumları hamısı. Mənim bir çox həddindən artıq gənc vaxtlarda itirdiyimiz bir xalamızın nəvələridir, nəticələridir. Allah ona rəhmət eləsin, gənc vaxtından. Biz çox istəyirik, hamımız olanı, o vətəni sevirik. Gölkənd həddindən artıq böyük bir kənd olub, böyük təsərrüfat olub. Əvvəllər Qaraqoyunlu dərəsində çox olub kəndlər, obalar, qədim qaim yaşayış məskənlərimiz. Zamanın axarında parçalanıb, bölünüb, talanıb, sayı azalıb, siyasi maraqların meydanına çevrilir. İndi görüşünə gəldiyimiz sakinlər cəmi 14 kəndin, obanın adını çəkə bildilər. Kəmbərək rayonu, Sala, Haqıqlı, Toğluca və nəhayət Gölkənd. Əmiraslan müəllim, bu vaxtlar bir neçəli, bəlkə də 15 il zad olar. Haradasa 13-14 ildir. 13-14 il. Sizdə çəkilişdə olmuş. Axırıncıda Şamaxıda olduq. Bilmirəm yadınızda. Bu Şamaxıda yox, evi deyirəm. Evdə, hə. Demək, 2 dənə balaca qızım var idi və qızın balacası Zərnicar saz həvəskar idi, bəli. gözəl saz çalır. Sağ olun. Bir onlarla bağlı da uşaqlar. Üzr istəyirəm hamıdan. Mənim 2 evladım var, bir nəvəm var. Böyük qızım Bakı Dövlət Universitetinin həm bakalavrını, həm magistraturasını əla qiymətlərlə bitirdi. Hal-hazırda öz ixtisası üzrə Kapresiya Universitetində riyaziyyat müəllimi işləyir, baş müəllimdir. Eyni zamanda Bakı Dövlətin Universitetinin doktorantıdır. Yaxın illərdə ya gələn il çox güman ki, inşallah bir qəza qədər olmasa müdafiə hazırlaşır inşallah. Balaca qız Zərnicar Azərbaycan Tibb Universitetinə 682 bal topladı, daxil oldu. Ay maşallah. Maşallah günümüz olsun. Fərqlənmə diplomunla bitirdi. Getdi Türkiyəyə uzmanlığa qəbul oldu yüksək səviyyədə. Hal-hazırda İzmir Şəhər Xəstəxanasında kardioloq sahəsi üzrə
həkim assistant vəzifəsində çalışır, eyni zamanda da uzmanlıqdadır. İnşallah yeri gəlmişkən bir şey soruşum. Buyurun. Yenə saz çalırdı, sazla da. Yox, saz sadəcə təhsili önəm verdi, nə mənada bilirsiniz də tibbdə oxumaq həm çətindir. Eyni zamanda da bu uzmanlığa hazırlaşmaq və s. ona görə müəyyən müddətdə aralanıb. Yəqin inşallah işləri yüngülləşəndə davam eləyər. Anan necədir, ana? Anam şükür yaxşıdır. Salam duası var. İnşallah qismət olsa görüşdürüb çəkərsiniz, Allah görüşsün. Bu il 88 yaşı olacaq. Allah sağ Belə olsun. sadəcə o müəyyən itkiləri oldu. 2 oğul itirdi, 1 qız itirdi. Ona görə müəyyən dərəcədə düşübdü biraz. Ancaq yenə bu günə şükür özünü hərləyir. Əmraslan müəllim, elə gözəl danışığı var idi. Natiq idi, natiq. Eləmi dağdana var, el köşkü dağdana var. Məcmun xəyallı çoğulum, bəcama hastır, millətdir. O dağdana var, dağlar marala qaldı. Otu suyu sarala qaldı. Sıx bulaqlar, göy yaylaqlar. Hamısı verənə qaldı. Hamısı verənə qaldı. Qayıdarıq inşallah elimizə, obamıza, o bulaqlarımıza, o göy meşələrimizə, o yaylaqlarımıza gedərik. Yenə ocaqlarımız yanar. Yenə qazanlarımız asılar üstünə. Allah ölənlərimizə rəhmət eləsin. Rəhmətli atam da elə idi. Sadəcə o dövrkü çətinliklərə, nə bilim, müəyyən problemlərə görə onlar təhsillərini davam elətdirə bilmir. Məsələn, mənim atamın yanında heç bir aşıq, belə deyim də, sinəsinə döyüb danışa bilməzdi. O Saz qədər. çalırdı. Yox, saz çalmırdı. Sadəcə bütün dastanları, sözləri, Bilirdi. bütün əhvalatların hamısını bilirdi. Ona görə həmişə aşıqda dolanda belə deyim də, o aşıqlar müəyyən mənada çəkinirdilər ki, indi Məhəmməd kişi bir söz atacaq. O formada sazı sözü qiymət verin adam. Anasını tez itirib, ona görə müəyyən mənada işlə, güclə, ailəni Yəni oxumaq imkanı olmur. imkanları olmur. Aynen. Ana tərəfimdə savadlıdır. Daim uzun müddət İnşaat Universitetində kafedra müdiri işləyibdi. İndi təqaüdə çıxıbdı. Mənim dayı oğlu Azərbaycanda tanınmış güclü həkimlərdən biridir. Yəni bizdə hər iki tərəf. Ümumiyyətlə Gölkənddə elə ailə yox idi ki, orada oxumayan olmasın. Bizim kəndimiz bilirsiniz ki, Qaraqoyunlu dərəsində yerləşir. Qaraqoyunlu dərəsinin ən böyük kəndidir. Və ən gözəl, ən belə deyim də, mənzərəli kəndidir. İndi azdan çoxdan gəzib görürük. Hələ elə yer kimi mən görməmişəm. Bulaqları, meşələri, yaylaqları, min bir çiçəyi var. Hamısı dərman. Ancaq sadəcə müəyyən mənada qadınam qonşularımız tərəfindən bilirsiniz, bir neçə dəfə deportasiya məruz qalmışıq. 1905-ci ildə, 18-ci ildə, axırıncı deportasiyada 88-ci ildə və o dövrdəki hakimiyyətin, nə bilim, səriştəsizlik ucbatından bizim cəmaatımız pərəm-pərəm oldu. Halbuki, nə bilim, ümumi şəkildə Azərbaycanın rayonlarının rəhbərləri və yaxud da ümumi rəhbər deyə bilərdi ki, hər bir kəndi gələni bir kəndə köçürür, cəmaat dağılmasın. Ulu öndərimiz hakimiyyətə gələndən sonra elə bu Qərbi Azərbaycanlıların deportasiya uğramasıyla bağlı dövlət komissiyası yaradıldı, bilirsiniz, xəbəriniz var. Və orada öz hüquqi və siyasi qiymətini tapdı və Allah rəhmət eləsin ulu öndərimizə onun siyasətinin davamı olaraq bizim cənab prezidentimiz sonra gördü ki, bu Qərbi Azərbaycanlıqda təşkilatlanma yoxdur və o göstəriş verdi, tapşırıq verdi ki, hansı formadasa təşkilatlanmaq lazımdır
və Qərbi Azərbaycan icmasının yaranmasına bu səbəb oldu. O gündən başlayaraq Qərbi Azərbaycanın bütün zonalarında fərqi yoxdur. Çəmbərəy rayonu olsun, Göyçə mahal olsun, Karvansara rayonu olsun, bütün rayonlarda, kəndlərdə icmalar yaranır. Və bu icmaların da əsas yaranmasının məqsədi nə idi? İnsanları maarifləndirmək, ümidlərini itirməmək, tarixlərini yaşatmaq. Bizim rayonda da, eləcə də bizim kənddə də Qərbi Azərbaycan icmasının nümayəndəliyi yarandı. Bizim Qərbi Azərbaycan icmasının, Göl kənd icmasının sədri Tanrıverdi Mustafayev. Yəni o da respublikamızda tanınmış simalardan biridir, yəqin tanıyırsınız. Onlarla Qərbi Azərbaycan icması ilə sizin əlaqələriniz necədir? Və çox gözəldir. Hal-hazırda bütün tədbirlərdə bizim rayon icmasının sədri hörmətli professorumuz Əvəzəl Əkbərovdur. Yəni bütün bayramlarda, bütün tədbirlərdə təşkil olunur. Novruz bayramıdır, nə bilim, yeni ildir, bütün adətlərdir, ənənələrdir. Hamısı təşkil olunur. Ona görə də bu icmanın yaranması insanları bir-birinə daha da yaxınlaşdırır. Xeyir işləri, şər işləri onsuz da mütəşəkkil idi, daha mütəşəkkil oldu. Yəni artıq insanlar, belə deyim də, inşallah Cənab Prezidentin rəhbərliyi ilə öz torpaqlarımıza qayıtmağı səbirsizliklə gözləyirlər. Sevindirici haldır ki, Əmiraslan Nəbiyev ömrü müdrik çağında siyasətə qoşulur. Qərbi Azərbaycan icmasının fəaliyyəti ilə yaxından maraqlanır. Göl kəndinə bağlı kitabın hazırlanması işi ona tapşırılır. Çalışır ki, bu şərəfli işin öhdəsindən ləyaqətlə gəlsin. İcma yaranan gündən Gölkən kənd icması olaraq biz toplantı keçirdik və bütün Gölkən ziyalıları, ağsaqqalları iştirak edərək Gölkənd haqqında, Gölkəndin tarixi haqqında bir kitab ərsəyə gətirilməsi haqqında qərar qəbul olundu. Və qərarda göstərildi ki, təbii ki, kitab yazmaq olar, məlumatı kimin var, ən gördüyü, yəni birbaşa, təbii olaraq, sənət olaraq ki, Gölkəndə ilk daş nə vaxtdan qoyulub və ilk birinci ev kim tərəfindən inşa olunub. Çox çətin bir məsələ qarşısında qaldıq və biz təbii ki, Gölkənd, Qaraqoyunlu kəndlər arasında çox böyük bir kənd. Bugün dünyanın elə bir nöqtəsi yoxdur ki, Gölkəndə çıxan ziyalı yetişməsin. Gölkəndin çox böyük ziyalıları olub və indi burada dedilər ki, hörmətli professor Niftalı müəllim başlayaraq, yəni uzun müddət qızıl medalla təhsilini başa vuranlar. O cümlədən kəndimizdə ermənilərlə bir yerdə yaşamağına baxmayaraq, bütün çətin işlərdə rəhbər vəzifə tutanlar, məktəbdə ilk məktəbin yaranması, orada fəaliyyət göstərən pedaqoqlar, hərsi sahəsində təsərrüfat bir sahəsi olaraq təsərrüfatda çalışanlar, həkimlər, müəllimlər, briqadirlər, aqronomlar, bütün hamısı kim varsa əhatə olunmasından və qərara gəldi ki, bunu kim rəhbərlik eləsin. Mən çox şad oldum ki, fikirləşdik uzun müddət, yəni buna rəhbərlik kim eləyər kitabın ərsəyə gəlməsi üçün və çox şadam ki, bugün bizimlə bərabər bu məclisdə oturan Əmraslan müəllim. Ağsaqqalları üzrə məsul şəxs Vaqif Ələkbərovun və digər ağsaqqalların məsləhətindən Əmraslan müəllimə həvalə olundu. Mən təşəkkür edirəm. O da təbii ki, çox məsuliyyətli bir iş olduğunu öz üzərinə götürdü. Doğrudan da çox məsuliyyətlidir. Bilirsiniz, tayfalar çoxdur Gölkənddə. 30-a, 35-ə yaxın tayfalar var. Onu o qədər ərsə gətirmək üçün hər bir tayfanın kim hardan gəlib, hansı rayondan, hansı şəhərdən gəlib, hamısı Gölkənddə yığışıb və onları öz tayfaları ilə dəqiqləşdirmək, adını, soyadını, yəni tayfa doğru mu adlanır, kimlərdən ibarət olduğunu öz üzərinə götürdü. Mən deyərdim ki, icmamız bilirsiniz 4 ilə yaxındır fəaliyyət göstərir. Möhtərəm Prezidentimiz öz ad günündə icmaya gəldi və belə bir icmanın yaranmasını elan elədi.
və bu gün də böyük qayıdış konsepsiya yarandı, nizamnaməsi yarandı və o nizamnaməyə əsasən də həmin kitabda inanıram ki, tək Gölkənddə yox, bütün kəndlərdə, Qərbi Azərbaycan kəndlərində o tarix kitablar yazılacaqdır. Yəni bu haqda çox danışmaq olar. Təbii ki, ərsəyə gələndən sonra geniş bir təqdimat olacaq. O təqdimatda da ancaq yenə deyirəm, çox məsuliyyətli bir iş, çox zəhmətli bir iş və bu işi də üzərinə götürən Əmraslan müəllimə mən icramız adından təşəkkür edirəm. İnşallah hazır olanda bir daha görüşüb bu dediklərimizin öz əsli ilə uyğun gəldiyini qeyd edirəm. Gölkənd obasında türkə məxsus tayfalar, nəsillər çoxdur. Qarayekə böyük tayfadır. Ondan qopan Dındılılar qolunun daşıyıcısıdır Əmraslan Nəbiyev. Riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Sayılıb seçilən riyaziyyatçıdır. Ümumiyyətlə, Gölkənd kəndinin yetirmələri elmin ayrı-ayrı sahələrində böyük uğurlar qazanıblar. Kənd məktəbində savadlı müəllimlər çox olub. Gölkəndlilər öz məktəbinin bölgədə sayılıb seçilən məktəb olduğunu qürurla söyləyirlər. Əmraslan Nəbiyev də o elm ocağının məzunudur. 2 il olar, 2 ildir biz başladıq araşdırmağa. Burada Allah ölənlərə rəhmət eləsin, o kitablarından istifadə elədiyimizin qalanlarına can sağlığı. Məsələn, biz bilirsiniz ki, dərəmiz Qaraqoyunlu dərəsi gedir. Qaraqoyunlu dövləti dağılandan sonra İrana da gedib, İraqa da gedib, Türkiyədə də var, Azərbaycanın bir neçə rayonunda var. O cümlədən Qazaxda var və Qazaxdan da birbaşa bizim cəmiyyət həmin Qaraqoyunlu dərəsinə gəlib və ən toplu şəkildə Qaraqoyunlu dərəsində yerləşir. Həm də o adı yaşadı. Bəli, adı yaşadıblar. Şükür Allaha. İndi mən hər televiziyaya baxanda görürəm ki, çox sevindirici haldır ki, bir haşiyə çıxım. Məsələn, hava haqqında məlumat deyiləndə o yerlərin tarixi adları hamısı səsləndirilir. Bu çox inşallah yenə deyirəm, biz qayıdarıq. Məsləhətləşdik bu işçi qrupun üzvlərindən ki, burada ilk növbədə Qaraqoyunlu dövlətinin yaranması və süqutunla bağlı qısa məlumat vermək məqsədə uyğun olardı. Həmin kitabdır. Tarixçi olsa yaxşı. Bəli, yox, bizi sağ olsun. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Tofiq Nəcəfli onun kitabından istifadə elədi, sağ olsun. Sonra orada Gölkənddə və yaxud da Qaraqoyunlu dərəsində ümumilikdə onun tarixi, coğrafiyası, yer adları, bu məlumatlar, bilirsiniz, tarixi indiyə kimi araşdırılmır. Ümumi şəkildə belə götürülübdür. Axırıncı dəfə bir araşdırma istəyiblər, onu da İrəvanda itirib batırıblar. Yəni, elə şeylər olubdur. Ona görə də biz bura çətinlik çəkdik. Ancaq Allah ölənlərimizə rəhmət eləsin. Ağsaqqallarımızdan, ağbirçəklərimizdən və yaxud da bilgiləri olan, o yerlər haqqında daha çox bilgisi olan insanlardan məlumatlar topladıq və şükür Allah yazdıq onları. Bulaq adlarıdır, yer adlarıdır, onların mənası nədir, onlar haqqında geniş məlumat verilib. Ümumiyyətlə, Gölkəndin məktəbinə kiçik akademiya deyirdilər. Çünki oradan deməli məzun olan şagirdlərin demək olar ki, əksəriyyəti hardasa 70-80% Azərbaycan universitetlərinə qəbul olur. İndi mən bu kitabı hazırlayarkən gördüm ki, bizdə nə qədər, hələ mən belə deyim də, mən müəyyən mənada bilirdim, ancaq bu qədər olduğunu bilmirdim. Çox sevindirici haldır.
özdə yaxşı işlərdə işləyənlərimiz də var. Ziyalılarımız nə qədərdir, həkimlərimiz bütün sahələr üzrə nə qədərdir, mühəndislərimiz, digər peşə sahiblərimiz. Bizim Gölkəndin ümumilikdə şairləri, yazıçıları, yəni onlar haqqında bu kitabda hamısı haqqında məlumat verilib. Ancaq burada əsas məsələ təhsil haqqında. Belə deyim, Sovet hökuməti qurulandan sonra orada savad kursları yaranıb, belə dini məktəblər olur. Orada məktəb böyük bir ənənəsi olan məktəb olub. Məsələn, mənim qısa tarixdən dedi, Şövkət müəllimdən dedi, hamımız böyük hörmətimiz var o kişiyə. Orada böyük ziyalılar olub, alimlər, elə Əmraslan müəllimin özü və yaxud da mənim böyük qardaşım Niftalı Qocayev də həmin məktəbi tutarıb. Birinci medalçı oldu. Kəndin ilk qızıl medal alan şagirdi olub. Bizim o zonadan, Qaraqoyunlu mahalından ilk alimlərdən biri olub Niftalı müəllim. Ən yüksək səviyyədə təmsil olunan Qaraqoyunlu mahalını təmsil edən alimə. Ondan sonra çox fizika üzrə, fizika, riyaziyyat üzrə elmlər doktoru, professordu. Özə oradan biz demək olar ki, o dərənin ən önəmli alimlərindən biri olub. Bizim hamımızın təhsil almağımızda da müstəsna rol olub. Təbii biri qabağa düşür və yol göstərir. Bəli, örnək olur. O universiteti bitirdikdən sonra fərqlənmə diplomla bitirib, o vaxtı Leningrad, indi Sankt-Peterburg şəhərinə namizəd dissertasiyası etmək üçün ezam olunub. Orada da 2 müddət vardı. Onun 2 il müddətində də elm alimlik dərəcəsi alıb, vətənə qayıdıb və Bakı Dövlət Universitetində bugünkü günə qədər də fəaliyyət göstərir. Vətən uğrunda danışanda mənim özüm 18 yaşıma qədər hamı kimi kənddə, Salah kəndində orta məktəb bitirmişəm, sonra Bakı şəhərinə gəlmişik. Yenə də Bakı Dövlət Universitetində təhsil almışam. Vətən həsrəti hamımızın dərdimizdir. Bu yerlər, o bulaqlar, o sular, o dağlar, dərələr hamısı bizim üçün əzizdir. Mən deyəcəyim şey odur ki, bizim xalamız uşaqları Gölkət kəndində böyük nüfuza malik olublar. Özlərinə görə Əmraslan müəllimin əmisi Həbib müəllim, o kənd soveti olub, oranın baş mühasibə olub, maliyyə şöbəsinin müdürü olub. O birisi əmisi yenə bizim sevimli Mölə əmi, sevimli qardaşımız Mölə. Atası Allah rəhmət eləsin, çox zəhmətkeş bir insan olub, böyük bir ailənin başçısı olub və nə şükür, nə yaxşı ki, belə bir evlat idi. Bugün Qaraqoyunlu dərəsinin yurttaşlarının sevinən günüdür. Əmraslan Nəbiyev onları bir ocaq başında cəm edib. Ayrı-ayrılıqda bu insanların çoxu ilə tanışam. Yurtdan ayrı düşən insanların birlikdə bir süfrə başında şad-xürrəm deyib gülməsi, qərib sifətlərə sevinç qığılcımları səpələyir. Bu yığınağa gələnlər səbəb arasa da, Əmraslan Nəbiyev özünə məxsus əda ilə heç bir səbəb yoxdur, sadəcə sizin gül camalınızı görmək istədim sözlərini söyləyir. Qonaqlıq mərasimi Əmraslan qardaşımızda tez-tez olur. Doğmalar, tanışlar yadına düşəndə görüşmək üçün üzü yoladır. Dilli dilavər gözəl anasının həmişə məclislərin başında olardı yeri. İndi qocalığa boyun əyib. Sakit, səssiz oturub, gəlib gedənləri seyr eləyir bu nəcib qadın. Qərbi Azərbaycan icmalarının yaradılmasının çox böyük faydası oldu. Pərən-pərən düşmüş, qaçqınlıq dövründən sonra uzun illərdir bir-birini görməyən insanlar bu icmanın damı altında bir yerə birləşdi və çoxdan bir-birini görməyən adamlar artıq tez-tez görüşürlər, bir-birinin xeyrində, şərində çox yaxından inkişaf edirlər. Orada bizim çox söhbətlərimiz oldu. O cümlədən biz bu torpaqlarımıza geri qayıdış məsələsinə əlaqədar söhbətlər oldu. Biz bugün Gölkənd icmasının üzvləri əgər geri qayıdış olarsa, buna da biz tam əminik bu olmalıdır. Biz qayıdışa tam hazırıq. Orada bizim söhbətimiz
kitab barədə də oldu. Göstərdi ki, keçmişimizi və gələcəyimizi əlaqələndirmək üçün gərək kəndimizin keçmişi haqqında xatirələr, unudulmamış xatirələr yada salınsın, bir kitab şəklində onu dərc eləyək və bu gələcəyimizin istiqamətinin düzgün göstərilməsində çox böyük faydası olacaq. Kitabda indi bizdə kəndimizin keçmişi, kəndimizdə o idarə etmə, sonra kəndimizin adət-ənənələri, kəndimizin cəmaatı, kəndimizin təsərrüfat rəhbərləri, sonra ziyalıları, kənddə təhsilin quruluşu, qoyuluşu, hazırki vəziyyət. Bütün bunlar kitabımızda öz əksini tapır və yəqin ki, yaxın günlərdə artıq biz işimizi yekunlaşdırmaq üzrə olacağıq. Hər halda icmanın yaradılması bizim son illərdə Azərbaycan miqyasında ən uğurlu addımlardan biri oldu və biz bunu belə qiymətləndiririk. Yaşıl işıq yandırdığına görə bu məsələdə ölkənin rəhbəri, Ali Başkomandan, hörmətli prezidentimiz İlham Əliyevə dərindən minnətdarlığımızı bildiririk. Məclis getdikcə qızışır. Çalıb oynayanlar, deyib gülənlər bir-birinə qarışır. Aşıq Şaiq qara sazını sinəsinə sıxıb yanıqlı-yanıqlı oxuyur. Yenə gördüm səni Dircan dərəsi, yadıma çox köhnə zamanlar gəlir. Ömür dedikləri bir karvan yolu, nə canlar gedərək, nə canlar gəlir. Qaraqoyunlu dərəsinin sakinləri bu yanğıya qulaq kəsilmişdi. Axı onlara doğma bir məkandan söhbət gedirdi, Dircan dərəsindən. Hər axşam gün qüruba əyiləndə, hər səhər yuxudan oyananda Dircan dərəsinin könül oxşayan mənzərəsini seyr eləməkdən doymazdılar Qaraqoyunlu dərəsinin sakinləri. İndi o yerlərin əziz xatirəsi dildə dodaqda, ürəkdə qövr eləyir. Güzel bir yol sevmişəm, acım seyranlı qız, ay camanlı göz qana, marallı ceyranlı qız, ay camanlı göz qana, marallı ceyranlı qız, ay sarı seyranlı qız, marallı ceyranlı qız. 1937-ci ildə ilk dəfə bizim kənddə məktəb tikildi. 8 illik məktəb tikildi. 47-ci ildən isə 10 illik oldu. İndi qonşu kəndlərdən, qonşu rayonlardan hətta gəlib bizim kənddə təhsil alır. Bizim kəndimizin orta təhsili ümumiyyətlə çox yüksək səviyyədə idi. Bu haqda rəhmətli Şövkət müəllimin bir kitabı çıxıbdı. Göl kəndin təhsili barədə. Uzun müddət bizim məktəbin direktor müavini direktor olub. Eyni zamanda bu kitabda, bizim bu kitabımızda bu məktəb direktorları, onların direktor müavinləri hamısı xatırlanıbdır. Əsas məsələ burada kəndin idarə etməsindən bağlıdır. Kəndin idarə etməsi bilirsiniz ki, 18-ci ilə qədər çoxalıq olur. Məsələn, sağ olsun Misir Mərdanovu, onun kitabından istifadə eləmişik. Salah haqqında kitab yazıbdır. O idarə etmə ilə, çoxalıqla bağlı bizim Qaraqoyunlu dərəsində çoxalar kim olubdur. Artıq Sovet hökumətindən sonra, dağılandan sonra kolxoz sistemi yaranıbdır. Kolxoz sədrləri haqqında, sonra savxoza çevrildi bizim kolxoz, savxoz direktorları haqqında, eləcə də kənd sovetinin sədrləri haqqında geniş məlumat verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Təbii ki, bu kitabda şəhidlərimiz unudulmuyubdur. Göl kəndinin 20-dən çox şəhidi var. Allah hamısına qəni-qəni rəhmət eləsin. 200-dən çox bu dəqiqə veteranımız var. Qazilərimiz var. Onların hamısının adva-ad, belə deyim, o kitabda öz əksini tapır. Eyni zamanda bizdə məşğulluqla bağlı bütün sahələr öz əksini tapır. Göl kəndin, eləcə də Qaraqoyunlu dərəsinin mətbəxi haqqında geniş məlumat verilibdir. Və digər məsələlərdən də yenə bayaq birinci mövzumuzun başlanğıcını dedim. Departasiya geniş şəkildə izah olunur. Və nəhayət sonuncu fəsildə biz də bu kəndimizin
bağlı kitabda belə deyim də, kənar şəxslərin, tutaq ki, xarici yazarların, ermənilər haqqında gözəl sözləri, yəni dırnaqarası gözəl sözləri verilib ki, bunların necə millət olduğu bir daha sübut olunsun. Kitab 2 cild olacaq. Birinci cild tam hazırdır. İkinci cild isə sırf şəcərələr üstündə olacaq. Yəni çünki Kənddə dediyim yerləşən şəcərələr. bəli, çünki bizim kəndimiz həqiqi mənada çox böyük kənd idi. Təsərrüfatı çox idi. Ona görə də biz məcbur olduq bunu 2 cilddə eləyək. Birinci cild hazırdır, artıq redaksiyaya verilib, yoxlanılır. İkinci cilddə də tamamlama işləri gedir. Çox güman ki, yaxın vaxtlarda kitabımız işığınızı görəcək. İnşallah siz də gəlib orada işıqlandırarsınız. İnşallah, inşallah. Beləcə Qaraqoyunlu dərəsi ilə bağlı bir verilişimiz sona yetdi. Biraz Qaraqoyunlu dövlətini yaradan ulularımızı yada saldıq. Biraz bugünkü tarixi şəraitə nəzər yetirdik. Cəmaatın vəziyyəti ilə tanış olduq. Beləcə dünənlə bugünün yellənəcəyindən asdıq özümüzü. Biz asılmağa öyrəncəliyik yaxı. Çalışın, əsrin bu qovğasında salamat qalasınız. Var olun.